Sağ ol Banu. Yaxşı ki varsan. Mən səni sevirəm, doğru. Səni sevirəm dedim. Sen benim ömrümün baharı yazı, ben senin ömründe şahtalı kışam. Ben seni sevmeye senin eğinirem, ben seni sevmeye verdiş olmuşam. Mən səni eşqimin bahar çağında hardasa unudub bitirməmişəm. Sen benim ömrümün vərəqləriysən, hələ də oxuyub bitirməmişəm. İçində sən olan böyük şəhərdə mən niyə bu qədər sənsizləmişəm?
Ben senin verdiğin həsrəti, qəmi bağrıma basmışam, əzizləmişəm. Düşünme unudum məhəbbətini. Mən sənin qəlbini qıran adamam. Mən hər gün içimdə, fikirlərimdə sənin xəyalını quran adama. Banu, İçində sən olan böyük üzr istəyirəm. Mən niyə bu qədər sənsizləmişəm? Mən də səni çox istəyirəm. Həsrəti, qəmi Lap çox. bağrıma basmışam, əzizləmişəm. Amma mənə vaxt ver. Mən səni sevməyə, səni neynirəm? Mən səni sevməyə vərdiş olmuşam. Sabahın xeyir. Sabahın xeyir olsun. Nəcəb tez oyanmışsan? Uyandım ki ikimizə səhər yeməyi hazırlayayım. Aclığım var, yemək hazırlayım. Yox, toxam yemək yemişim. Şirkətdə yedim. Nə yemisən? Banu o qəşəng sevdiyim toyuq qanadlarından sifariş vermişdim. Banu. Yəqin toyuq qanadları da barbekulu olub, hə? Eynən. Bu Banu xanım hardan bilir ki, sən barbekulu toyuq qanadı sevirsən? Banu xanım katibəmdən öyrənib, Ləman xanım. Düşüncəli qızıymış, bax, xasiyyəti xoşuma gəldi. Hə, doğrudan yaxşı qızdır. Xasiyyəti xoşuma gəldi, düşüncəli qızıymış. Yaxşı, gedim mən. Getməyəcəksən. İndi mən gedirəm, yemək hazırlayıram. Qəşəng oturub yeyəcəksən. Yaxşı? Bir də deyirəm, tox qarnına. Bəli, tox qarnına. Yəni sən Banu xanımın barbekulu toyuq qanadlarını yeyə bilirsənsə, mənim də yeməyimi yeyərsən də. Hı? Doğru ol. Mən başa düşürəm, sən hər dəfə eyni şeyləri görəndə Ləmanı xatırlayırsan. Amma mən Ləman deyiləm.
Sənin yerin mənim üçün tam başqadır. Bunu yadından çıxartma. Amma əmin deyiləm. Sən hər dəfə belə elədikcə yadında saxla ki, mən də səndən soyuram. Banu. Biz səninlə dünən gecə də danışdıq. Dedim mənə biraz vaxt ver. İnan ki, hər şey yaxşı olacaq. Yaşadığım pis şeylərin hamısı unudulacaq. Sadəcə vaxt ver mənə. Sən mənim üçün çox dəyərlisən. Çox. Və yaxşı da ki, varsan. Sabahın xeyir. Sabahınız xeyir. Sən də sabahın xeyir. Siz gəldinizsə mən biraz gedib dincələ bilərəm. Hə, narahat olmayayım mən burada. Yaxşı, çox sağ ol. Ləman xanım, yarım saat deyib, niyə 2 saata gəlirsən? Sən niyə məni başa düşmürsən axı? Ləman, evlən məndən. Bu nədir? Hı? Budur mənə layiq gördüyün üzük. Bu nazik üzük. Başqa vaxt deyirsən elə sevirəm, belə sevirəm. Nədir də bu? Başa düşmədin, hə? Mən sənin üçün bu qədər şeylər eləyim. Sənin dediyin sözə bax da. Sağ ol da, Ləman. Hər şey yaxşı olacaq. Mən sənin yanındayım, yaxşı? Allah. Nə oldu Ləman? Papa niyə çağırıb, nə deyir? Dedi ki, oğlundan əl çək. Güya mən səni yoldan çıxardıram. Nə? Nə danışırsan sən? Bir də mənim adımı çəkmə. Ləman, bir dəqiqə gözlə. Burada mənim günahım nədə, hə?
Yaşlı kişidir da. Bir gün belə deyir, bir gün elə deyir. Ürəyi də xəstədir, heç nə deyə bilmirəm. Neyniyim mən, hə? Uşaq başı ağladırsan sən, içəridə ağzına gələn dediyə mənə. Güya mən səni yoldan çıxardıram. Ay qız, mənə səbəbdir da, mənə. Ona görə o sənə elə deyir. Başa düşürsən, mənə səbəbdir. Sən əsəbidir, sən dedin, mən də inandım. Başa düşmədin? Bu nə hərəkətdir, hə? Sən mənə inanmırsan? Nurlan, onsuz da əsəbiyəm, sus. Bitdi. Hər şey bitdi. Yaxşı? Hər kəs də öz yoluna. Man, Çək əlini. sən xəstəsən, hə? Ha, bir fikirləş da, fikirləş. Mən səni sevməsəm, bu qədər sənin dalınca düşərəm mən, hə? Düşürsən nə olur? Düşürsən nə olur? Onsuz da evdə sözün keçmir. Ya, man. Səbləşirəm. Yaxşı? Burada mənə belə hərəkətlər eləməyə. Kişi sənsə gedib 2 dən üzüyə alıb gələrsən ediysə. Amma onu da eləyəcək ürək yoxdur səndə. Neynədin? Nə fikrə gəldin? Zəng eləmədim. Dedim gəlim özüm xəbər eləyim sizə. Hə, yaxşı eləmisən, lap yaxşı. İndi fikrin, qərarın nə oldu? Şad xəbərdir. İşə başlaya bilərəm. Hə? Çox yaxşı, həmişə şad xəbər olasan. Neynək, lap yaxşı. Cahangir müəllim də çox sevinəcəyi, sənin xətrini çox istəyir. Gəl gedək, səni evlə tanış eləyim. Gedək. Gəl, buyur. Şükür ay Allah, şükür sən. Mən Zəhmə tezdən gəleyim. Niyə Ləman, niyə? Hə? Mən atama güvənmirəm. Sən sağalasan deyə neçə vaxtı dəridən qabıqdan çıxır. Onda mən niyə buradayam? Anam hanı? Əminə. Bilirəm burada nəsə baş verir. Sən də bilirsən. Mənə deyəcəksən. Eşitdin məni? Yaxşı. Deyəcəm. Onların planlarını məhv eləyəcək. Hə qızım, bütün işləri həll elədin? Bəli Cahangir müəllim, otelə ilə bir yerdən seçdik ki, konfrans keçirilən məkana da yaxın olsun. Lap yaxşı. Bəs uçuş nə vaxtı? Səhər saatlarında olacaq. Səhər saatlarında. Yaxşı oldu qızım. Oldu. Xeyirdir, harasa gedirsən? Yox xəbər. Mən getmirəm. Şirkətdən uşaqlar Türkiyə konfransı gezirlər. Onlar bu işlərini təşkil edirdim. Mənim sənə şad bir xəbərim var. De görək. Uşaqlar evdə yoxdular. Hardadılar? Sən də. Bağ evində. Bir yerdədirlər. İnşallah barışarlar. Amin, amin. Cihangir. Baboydu evdə. Qaldıq ikimiz. Fikir eləmə xəbər, fikir eləmə. Axşam olan kimi hamı yığışacaq bir süfrənin arxasına. İnşallah. İnşallah. Tək ki xoşbəxt olsunlar. Amin. Salam Zəhmirəm. Üzürlü sayın, narahat edirəm. Məni işə götürdüyünüzə görə təşəkkür etməyə gəldim. Buyur.
Əhmədin yerinə sürücü deyirdim, Cahangiri deyirdim. Hoş gelmişsin bala. Çok sağ ol. gelmişsin. Yad adamı işə götürməkdənsə tanıdığımız adamı işə götürmək yaxşıdır da, yox? Haber elədi. Nə yaxşı iş görmüsən, ayısı olmaz. Mənə kömək eləyəcəksən. Yaxşı, nə desən eləyəcəm. Mən sənə görə ölümə də gedərəm. Yavaş danış, eşitməsinlər. Atam yenə nə oyun qurub? Yazıq kişi səni sağlamaq üçün hər şey eləyib bilir. Yalan danışma mənə. Bəs anam hanı onda, hə? Mənə kim gətirib bura? Danış mənə hər şeyi. Mən nə vaxtdan beləyəm? Nə danışımsan atamla, cavab ver. Yaxşı Delaman, sən özünü yorma. İndi əsas məsələ sənin sağlamlığındır. De görüm kim gətirib məni bura. Yorma məni, cavab ver. Nurlan. Nurlan, nə olar danış. Nə olar? Deyirəm, kaş ki həmişə burada qalardıq. Heç yerə getməzdik. İkimiz. Sən və bir də mən. İnan ki, mən də istəyərdim Banu. Amma işimiz də var axı. Bilirəm. Mən gedim hazırlaşım, gedim. Yaxşı. Hələlik. Hələlik. Mən səni öz qızımdan ayırmıram. Mən bir ana kimi sənə məsləhət görürəm ki, ailəni dağıtmayasan. Bütün bunlar keçəcək, Toğrul hər şeyi yaddan çıxartacaq. Həyat davam eləyəcək. Ona görə Toğrulun yanında ol, xahiş eləyirəm səndən. Sən, mən onu bu vəziyyətdən çıxartmalıyıq. Çünki biz doğma adamlarıq. Mən bilirəm ki, Toğrul bu hərəkətinə görə çox peşman olacaq. Düzü ben senin buraya geleceğini gözlemirdim. Ama yine de hoş gelmişsin. Vallahi əvvəl mən də tərəddüd edirdim. Fikirləşdim ki, başqa yerdə işləyə bilmərəm. Usta ilə də məsləhətləşdim. Elə yaxşısı budur. Həm də sizin sözünüzü yerə salmamış oldum. Yaxşı elədin bala. Evdə qalacaqdın, tək bacarmazdın yaşamağı. Adam tək yaşaya bilmir. Divarlar adamın üstünə gəlir. Allah qoysa burada qalarsan, sən də olarsan bu ailənin bir üzvü. Sən də bu ailənin bir oğlu. Düz deyirsən, ayısı olmaz. O da olar ailəmizin bir üzvü. Əsas odur ki, gördüyü işi bacarsın. Öhdəsindən gələ bilsin. Bu evə gəldin, bütün başqa vərdişlərini qoyursan kənara. Qeybəti, dediqodunu, söz-söhbəti, hamısını. Əsas işinlə məşğul olursan. Eşitdin oğlum? Narahat olmuyor Xavər xanım.
Solmaz. Sen de laf savaba battın ha. Sağ ol. Hoş geldin oğlum. Hoş geldin. Gedək. Sağ ol. Yox, yaxşı olan oxşayır. Mərifətdə qanacaqlı. 50 dəfə adama çox sağ ol deyir. Yaxşı ev tərbiyəsi görüb də yəqin. Hə? Yəqin ki. Yaşayarıq, baxarıq. Sən evdən çıxanda mən səni izləyirdim. Sonra çıxdın, getdin bağ evinə. Orada nə oldu, nə olmadı bilmirəm. Əsəbi oradan çıxıb oturdun maşına. Maşını elə sürürdün ki, mən sənə çata bilmirdim. Sonra da getdin, özünü çırpdın divara. Ölme Leman, Leman. Ölme, kurban olun, ölme Leman. Leman, ölme, buradayım. Ben sensiz görme Leman. Ne olur, kurban olun, ölme Leman. 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 Değdi ha, ona göre ha. Ona göre değdi, doğruna göre özünü öldürmeye değdi Leman ha. Değdi Leman. Leman. Buradayım. Yanındayım. Buradayım, yaxşı. Heç olmayacaq, yaxşı Leman. Ben buradayım. Maşının içindən güclə səni çıxartdım. Əvvəl elə bildim sən ölmüsən. Çox çalışdım ama sənə kömək edə bilmədim. Sonra da öyrəndim ki, səni aparıblar xəstəxanaya. Əməliyyat olunursan. Sonra da atan dedi ki, Nə deyiblər? heç nə. De. Atana deyiblər ki, De. iflic qalacaqsan. Heç vaxt yeriyə bilməyəcəksən. Sən onların dediyinə inanma. Onlar deyirdilər ki, sən gözünü də açıb danışa bilməyəcəksən. Amma bax, görsən gözünü açmısan, mənlə danışırsan. Narahat olma. Hər şey daha da yaxşı olacaq, yaxşı? Yaxşı, bəs sonra nə oldu? Mən necə çıxdım oradan? Sonra mən bir müddət qaçıb gizləndim. Təzədən xəstəxanaya gedəndə dedilər ki, xəstəxanadan çıxmısan. Sonra getdim, atanı tapdım. Məcbur elədi. Axırda da bu yeri öyrəndim ki, buradasan. Bura haradır? Bura şəhərdən çox uzaq bir yer. Mənim burada nə işim var? Kim gətirib məni bura? Ləman, nə olar, çox sual vermə də. Bax, mən biləndə ki, sən sağsan, hər şey yadından çıxdı. Bax, sən də elə. Belə şeylər fikirləşmə, yaxşı? Bax, əsas odur ki, yaşayırsan, gözlərini açmısan, mənlə danışırsan, mənim yanımdasan.
Görürəm ki, atam səni yaxşıca susturub. Ona görə susursansa, mənə görə də susacaqsan. Oyandığımı heç kim bilməyəcək. Yaxşı? Niyə belə edirsən? Vallahi atam bilsə çox sevinər. Nurlan, dedim ki, heç kim bilməyəcək. Lazım biləndə mən özüm deyəcəm. Atamın nə oyun qurduğunu bilənə qədər heç kim, heç nə bilməyəcək. Yaxşı? Yaxşı, yaxşı. Mən onsuz da bütün günü sənin yanındayım. Əsas odur ki, bax gözlərini açmısan. Mənlə danışırsan. Amma narahat olma. Harda yaxşı həkim var, tapıb gətirəcəm. Hər şey yaxşı olacaq, yaxşı? İndi gedim sənə su gətirim. Getmə. Getmə. Bir şey soruşacağım səndən. Aycan, soruş. Toğrul bilir mənim burada olduğumu. Xəstəxanaya da gəlmədi. Yox, gəlmədi. Sən də öləcəksən! Səni özüm öldürəcəm! Yaxşı oğlum, yaxşı, get. Get sonra danışarıq oğlum, get. Xahiş edirəm, get. Oğlum heç nə eləmə, xahiş edirəm. Xahiş edirəm, nə olar çıx get. Kəs səsini! Ləman da bu şərəfsizə görə mənə yalvarırdı. Kəs! Nə olar, yalvarıram sənə, çıx get. Xahiş edirəm, yalvarıram. Öldü, 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 öldü! Deyirəm, bəlkə zəng eləyin uşaqlara. Nə deyirsən? Ay Xavər, bir sakitləş. Qoy bir görüşsünlər, otursunlar, danışsınlar, barışsınlar. 2 dəqiqədən bir zəng eləyim. Sakitləş də. Mən sənin kimi sakit ola bilmirəm də. Anayam da, nigaran qalıram. Narahat oluram. Ürəyim uşaqların yanında qalır. Elə bir mən nigaran qalmıram. Yaxşı eləmirəm. Yaxşı, gözləyək. Gözləyək. Necə xəbər olmadı, hə? Ləman.
bütün hamının xəbəri oldu, onun xəbəri olmadı, hə? Mənim necə xəbərim oldu? Mən oradaydım da, gəlsəydim mən görərdim. Mən cəhənnəm atan görərdi da. Yox, o gəlib. O gəlmiş olar. Onun xəbəri olsa mütləq gələr. Sən görməmsən yəqin onu. Bəlkə də gəlib məni tapmayıb, çıxıb gedib, amma mütləq gəlmiş olar. Mən necə tapdım səni, hə? Bəs mən necə tapdım? İstəyən gələr, tapar. İstəmir. İndi bilirsən hardadır? Yoldaşının yanında. Sözlərinə fikir ver. Mən sən heç pis olmağını istəyərəm. Amma sən istəsən də, istənməsən də qəbul elə də. O indi başqasının yanındadır. O indi başqasının əlini tutur. O sənin həyatından da, ürəyindən də silib qəbul elə. Mən onun niyə evləndiyini bilirəm. Cəzamı da çəkirəm. Amma bir şey bil ki, Toğrul heç vaxt məni yadından çıxartmaz. Çıxarıb. Çıxarması niyə yoldaşı ilə bütün günü bir yerdədir, hə? Sus. Parkda gördün mü onları? Əl-ələ tutmuşdular, deyib gülürdülər. Sus. Sus. Ləman, mən bunu sənə sübut eləyəcəm. Onun iç yüzünü sənə açıb göstərəcəm. Görüm ondan sonra da mənə inanacaqsan ya yox. Sus. İşədim. Yaxşı. Yaxşı Ləman, yaxşı. Sen burada kimden danışsan ha? Ləmanla danışıram da. Həkim demişdi, belə mütəmadi danışın, yaxşı olacaq, xeyirdir. Mən də deyirəm ki, narahat olma. Hər şey yaxşı olacaq, gözünü açacaqsan, danışacaqsan. Ürək-dirək verirəm. Həkimlər deməsə də insan yenə də danışmaq istəyir, ha? Of. Bircə qızım gözünü açıb baxaydı, danışardı. Heç olmasa bircə kəlmə söz deyərdi.